Vətəndən uzaqda yaşayan ata həmişə öz doğulduğu torpaqlar haqqında oğlu Firdos və Əliyə danışardı. Bu dəfə isə vətənimizə gəlib o yerləri uşaqlarına göstərmək qərarına gəldi. Onlar Talış dağlarının dərinliklərində yerləşən Hirkan meşəsinə çatırdılar. Ata, nə qədər qalıb? Az qalıb oğlum. Meşəyə çatırıq. Çox gözəl görünür. Hələ bu harasıdır? Orada əfsanələr hələ də nəfəs alır. Ata bax, şəlalə. Bu, məşhur Şırşır şəlaləsidir. Ata, bu nə ağacıdır? Bu, şümşad ağacıdır. Qədimdə bu torpaqlarda yaşayanlar onu müqəddəs sayırdılar. Əfsanəyə görə Xızır Peyğəmbər bir zamanlar şümşad ağacına dirilik suyu verib. Ona görə də bu ağac heç vaxtı solmur, həmişə yaşıl qalır. Bəs indi insanlar niyə bu adət-ənənəyə diqqət etmirlər? Əslində hamı hələ də ona əməl edir. Sadəcə fərqli şəkildə, hətta siz də. Necə yəni? Oğullarım, çox qədim zamanlarda Zərdüştlük dövründən bu yana bizim torpaqlarda Yelda və ya Çillə gecəsi adlanan bir bayram vardı. Bu gecə ilin ən uzun gecəsi qış gün dönümü idi. İnsanlar inanırdılar ki, həmin gecədən sonra işıq qaranlığı məğlub edir. Günlər uzanır, günəş yenidən doğulur. Məhz bunun şərəfinə şümşad ağacı bəzədilirdi. 1000 illər sonra bu ənənə bizdən Roma imperiyasına keçdi. Romalılar bu günü qalib gəlməz günəş bayramı kimi qeyd etdilər. Onlar da bu tarixi günəşin qaranlıqdan qurtulduğu gün kimi qəbul etdilər. Bizim qədim şümşad ağacının yerinə Romalılar özlərində bitən şam ağacını bəzəyirdilər. Çünki bu ağac da qışda belə yaşıl qalmaqla əbədi həyatın və günəşin qüdrətinin simvolu idi. İmperator Aurelianın günəşə tapınma inancını rəsmiləşdirməsindən sonra 1-ci Konstantin və Nikeya şurası bu qədim ənənəni xristianlaşdıraraq rəsmi bayramın əsasını qoydular. Bugün dünyanın hər yerində milyonlarla insan milad ağacı bəzəyir. Amma çox az adam bilir ki, qışın ən qaranlıq gecəsində işığa ümid yandırmaq anlayışı xristianlıqdan daha qədimdir. Milad bayramı xristianlıqda rəsmi şəkildə formalaşmazdan əvvəl Azərbaycan torpaqlarında yayılmış Zərdüştülük və Yelda bayramında işıq və yenidən doğuluş rəmzi kimi qəbul edilirdi. Hə, uşaqlar, bax belə. Əli, Firdos, çox uzağa getməyin. Qorxuram. Qorxmayın, uşaqlar. Mən sizə heç nə etmərəm. Siz kimsiniz? Mən Simurqam. Bu meşələrin, bu torpaqların və bu ağacların qoruyucusuyam. Simurq, əfsanələrdəki quş sizsiniz? Əfsanələr unudulmuş həqiqətlərin pıçıltısıdır. Mən bir zamanlar insanlarla birgə idim. Onlara ağacların dilini, suyun sirrini, odun hikmətini öyrədirdim. Amma insanlar qulaq asmağı unutdular. Mən isə bu dağların dərinliklərinə çəkildim. Bəs indi niyə bizə göründünüz? Çünki siz hələ inanmağı bacarırsınız.
bu torpağın ruhu sizə çağırış göndərdi. Baxın, uşaqlar, bu torpaqlarda bir zamanlar dünyanın ilk alovunu qoruyan insanlar yaşayırdı. Onlar günəşi, suyu və torpağı müqəddəs bilirdilər. Hər daş, hər ağac bir dua idi. Hər şey canlıymış. Hələ də canlıdır. Sadəcə insanlar eşitməyi unutdular. Amma sizin kimi ürəklər hələ dinləyə bilir. Uşaqlar, bu torpaqların hər daşında bir hekayə yatır. Bir zamanlar bu torpaqlarda Babək Xürrəmdin ədalət üçün döyüşürdü. O öz qırmızı bayrağını qaldırıb bərabərlik və ədalət üçün simvol etmişdi. Zərdüşt bu dağların qoynunda od yandırıb insanlara haqqı tanıtdı. İbn Sina və Nəsirəddin Tusi bu torpaqlarda elmin nurunu yandırdılar. Mən Şah İsmayılı qorudum. Onun babası Şeyx Zahidin torpaqlarında, Hirkanda gözətlədim. O, mərdlik və cəsarət odunu bir millətin çırağına çevirdi. Mən Həzi Aslanovu tanıdım. Onun necə qəhrəman olduğunu vaxt gələndə gördüm. Mən Pəncəli Teymurovu tanıdım. O, bu torpağın şərəfini canı ilə qorudu. Və mən yüzlərlə adını demədiyim oğulları da gördüm. Vətən xəritədə çəkilmiş torpaq deyil. Vətən insanın içində yanan oddur. Bu od 1000 illərdir sönməyib, nə tufanla, nə zülümlə. Çünki bu od torpaqdan deyil, ruhdan yanır. Mən o odu 1000 illərdir qoruyuram. Bəzən dağların qoynunda, bəzən bir ananın duasında, bəzən də sizin kimi bir uşağın baxışında. Gələcək sizdən başlayır. Qəhrəmanlıq təkcə döyüşdə olmur, torpağını, ağacını, dilini, hətta bir quşu belə qoruyan o da qəhrəmandır. Qoruyun bu torpağı, qoruyun onun ruhunu. Vətən insanın içində yanan oddur. Ona görə bu diyarın adı Azərbaycan, odlar yurdudur. Çünki buradakı od yalnız torpaqdan deyil, insanın ruhundan yanır.